Dövlət Statistika Komitəsi yeni məlumatlar yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatlarda deyilir. 2025-ci ilin oktyabr ayında əhalinin sayı 28758 nəfər və ya 0,3% artıb. Belə ki, 2025-ci il oktyabr ayının 1-nə qədər əhalinin sayı 10.253.647 nəfərə çatıb. Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44.409 ölüm halı qeydə alınıb. Bu barədə Statistika Komitəsinin məlumatında deyilir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb. Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən bu ilin 9 ay ərzində 36.332 nikah və 15.480 boşanma halı qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Bu ilin 9 ay ərzində Ədliyyə Nazirliyinin rayon şəhər qeydiyyat şöbələri tərəfindən 72.210 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1%, qız uşaqlarının xüsusi çəkisi isə 46,9% olub. Bu il doğulan körpələrdən 2422-si əkiz, 78 isə 3 əm olub.